Türkiye Respublikasının Naxçıvandakı Baş Konsulluğunda Türkiyənin 15 iyul Demokratiya və Milli Birlik Gününün 10-cu ildönümü ilə bağlı tədbir keçirilib. Əvvəlcə 2020-ci ildə 44 günlük Vətən müharibəsində və qardaş ölkədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının dövlət himləri səsləndirilib. Şəhidlərin ruhuna dualar oxunub. Tədbirdə dövlət və hökumət nümayəndələri iştirak ediblər. Türkiyənin Naxçıvandakı baş konsulu Asib Kaya çıxışında vurğulayıb ki, 2016-cı il iyulun 15-də baş verən hadisə zaman Türkiyə 251 şəhid verib. Dövlət çevrilişi cəhdindən artıq 10 il ötür. Türkiyənin dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün Hakimiyyət Xalq Birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb. Asib Kaya qeyd edib ki, Azərbaycan hadisənin baş verdiyi andan qardaş Türkiyənin yanında olub, öz dəstəyini əsirgəməyib. 15 iyulda Azərbaycanın göstərdiyi dəstək iki ölkənin bir-birinə qardaşlığının nümunəsidir. Tədbirdə 15 iyul hadisələrini əks etdirən video çarxlar nümayiş olunub. Tədbirdə çıxış edənlər Türkiyə dövlətinin 10 il öncə üzləşdiyi hadisə barədə danışıb, keçirilən bu tədbirin əsas məqsədinin dövlət çevrilişinin necə baş verdiyini dərindən öyrənmək, səbəbkarların əməllərini ortaya çıxararaq gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdan ibarət olduğunu qeyd ediblər. Sonda 15 iyul Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı fotolara baxış olub.